Salam, hörmətli tamaşaçılar. Bu əziz bayram günlərində xoş gördük sizi. Novruz bayramı Azərbaycan xalqının böyük milli bayramlarından biridir. Deyərdim ki, nəinki Azərbaycan xalqının, bütün dünyanın bayramıdır. Nə qədər ki, təbiət var, bu bayram olub, var və olacaq. Biz də bugünkü verilişimizi Novruz bayramına həsr etmək qərarına gəlmişik. Qonaqlarımızı sizə təqdim edirəm. Bugünkü qonaqlarımız Filologiya elmləri doktoru Seyfəddin Rzasoy və dinlər tarixi üzrə araşdırmaçı, ilahiyyatçı Salih Kazımov. Mən sizi salamlayıram, verilişimizə xoş gəlmişsiniz. Təşəkkür ederim. Salih müəllim, Novruz bayramının tarixçəsi haqqında tamaşaçılarımıza bir qədər məlumat verək. Novruz bayramının tarixi çox qədimdir. Hətta İslam dinindən də qədimlərə gedib çıxır. Çox-çox qədimlərə, səmavi dinlərdən belə qədimlərə gedib çıxır. Bax, bu barədə mən istərdim tamaşaçılarımıza bir qısaca məlumat verəsiniz. Novruz bayramının tarixinə nəzər salsaq, çox düzgün qeyd elədiniz ki, səmavi dinlərin belə tarixindən öncəyə gedib çıxır. Səmavi dinlər dediyimiz dinlər əsasən Yahudilik, Xristianlıq və İslam olaraq bilinən dinlərdir. Amma Novruz bayramının tarixi düzdür, bu tarix öncəsi kimi də deyilən ifadələr var. Ən azından eramızdan əvvəl 3000 il kimi bir tarixə gedib çıxır. Bilinən dövrü ki, nə vaxtdan qeyd olunur və bu ayrı-ayrılıqda hər hansı bir millətə, hər hansı bir topluluğa aid edilən bir bayram da deyil. Geniş bir coğrafi ərazidə yayılmış olan, uzun illərdən bəri, əsrlərdən, min illərdən bəri qeyd olunan bir bayramdır. Bunu çox vaxt yanlış olaraq zərdüştlüklə də əlaqələndirirlər. Əslində zərdüştlükdən öncə bu bayram var idi. Xüsusən də belə nəzər salsaq, eramızdan əvvəl Əhəmənilər dövründəki bir çox kitabələrdə Novruzla bağlı bəzi yazıların olduğu rastımıza gəlir. Ümumiyyətlə, Novruz bayramının tarixi barəsində fərqli görüşlər mövcuddur. Konkret olaraq bilinməsə də, bununla bağlı xüsusən İran mifologiyasında Cəmşid şahla əlaqələndirilir ki, o Babilistanı zəbt etməsinin bir tarixi kimi və yaxud da İvritlər tərəfindən onun meyracə deyil, İslami bir ifadə ilə göyə çəkilməsinin bir il dönümü kimi qeyd olunur. Amma Novruz bayramı əsasən təbiət bayramı kimi, təbiətin dirilişi kimi qeyd olunan bir bayram olub. Bu, İslamdan öncə qeyd olunan bir bayram olub və İslam yayıldıqdan sonra da bu bayram İslam'a zid bir bayram olmadığına görə öz varlığını bugünkü günə kimi yüksək bir səviyyədə davam etdirib öz varlığını. Bəli. Seyfəddin müəllim, Novruz bayramının ictimai mahiyyəti haqqında nə deyə bilərsiniz? Əvvəla mən elə söhbətimizə Salih bəyin söhbətindəki bir məqamla başlamaq istəyirəm ki, Novruz bayramı dedik ki, bir təbiət bayramıdır. Məsələ burasındadır ki, Novruz bayramını bir cümlədə işlətdi, o cümlə mənim diqqətimi cəlb elədi ki, Novruz bayramı ümumiyyətlə tarixə qədərçidir, buna bir tarix də qoymaq mümkün deyil. Novruz bayramı insanın özünü insan kimi dərk etdiyi ən ibtidai icma dövründən mövcud olan bir yaşayış tərzi, düşüncə, ideolojinin formasıdır. Bu mənada Novruz bayramının bu günləri, onu alimlər ki, dərindən dərinə tədqiq eləyirlər, Novruz bayramının strukturu, mahiyyəti, ayinləri, mərasimləri hamısı insanın təbiətlə iç-içə olduğu, təbiətin bir parçası olduğu, özünü təbiətdən ayırmadığı bir dövrün məhsuludur. Bu mənada Novruz əslində tarixin başlanğıcından, insanlığın tarixi ilə başlanır. Gəlir, dinləri, səmavi dinlər, ondan əvvəl qeyri-səmavi, əgər bu termini işlətmək mümkündürsə, yəni ona elmdə onun ifadəsi mifologiyadır. Dini mifoloji görüşləri, sonra səmavi və qeyri-səmavi dini ideologiyalarda öz içərisini almaqla gəlir. Bu mənada Novruzun əslində bir bayram kimi ictimai mahiyyətindən, yəni bir cəmiyyət üçün nə demək olduğundan əgər danışmaq istəsək, deməliyik ki, birinci növbədə Novruz insanlığın, bəşəriyyətin, o cümlədən bunun üzvü tərkib hissəsi olan Azərbaycan xalqının mənəviyyat tarixidir. Onun fiziki və mənəvi təcrübəsini Novruz özündə yaşadır. Bu mənada ilk növbədə Novruz bir tarixdir. Azərbaycan xalqının tarixindən, bu cümlədən bu bayramı qeyd edən digər xalqların tarixindən Novruz bayramını kənarda təsəvvür etmək mümkün deyil. Xalqımız uzun müddət Novruz bayramını iç-içə yaşayıb, dünyanı Novruz bayramı ilə dərk eləyib, həyatını Novruz bayramına uyğun qurub və Novruzun fəlsəfəsinə uyğun yaşayıb. Novruzun fəlsəfəsi də ondan ibarət ki,
İbtidai təsəvvürlərə görə, mifoloji təsəvvürlərə görə təbiət ildə bir dəfə ölüb dirildiyi kimi, insanlar da Novruz bayramında elə bil ki, il sona çatırdı, axır çərşənbədə il sona çatırdı, ondan sonra yeni ildə də Novruz diriləcəkdir. Onun arasında axır çərşənbə tutaq ki, məsələn 16-sı, 17-si qurtarır, 20-si, 21-si də Novruz bayramıdır, onun ortasında bayram qeyd olunurdu. Novruzda elə bil ki, insan təbiətdən nə dərk etmişdirsə, onu öz həyatına tətbiq eləyirdi. Məsələn, təbiət Novruzda tamamilə təzələndiyi kimi, insanlar da təzə paltarlarını Novruzda alırdılar. Evdə köhnə nə varsa, hamısını atırdılar. Xəstə nə varsa, hamısını uzaqlaşdırırdılar. Odun üstündən tullanırdılar, odla təmizlənirdilər və İnsan təkcə fizik baxımdan təmizlənmirdi, mənəvi baxımdan da təmizlənməlidir. Axır çərşənbə gecəsi evdə pis söz danışmaq olmazdı. Çünki yeni il insanlar qulaq falına gələ bilərdilər. O ki, fala gələn adamlar üçün yeni il, təzə il pis başlana bilərdi. Demək, Novruzda insan təkcə həyatını, bacasını, təsərrüfatını təmizləmirdi. Eyni zamanda onun mənəviyyatı təmizlənirdi. Bu mənada Novruz bizim milli mənəviyyatımızın tərkib hissəsidir. Bizim ictimai şuurumuzun hansı formaları varsa, Novruz bütün hallarda orada var. Ona görə də Novruz bayramı bizim ictimai şuurun və ictimai düşüncənin tərkib hissəsidir. Bu mənada biz tarixin əslində bir Novruz xalqıyıq, Novruzla yaşamışıq və Novruzun bugünkü cəmiyyətimizdəki roluna baxdıqda ki, Azərbaycan cəmiyyətində Azərbaycan xalqını indi bu dəqiqə birləşdirən bir multikulturalist davranış modelidir. Yəni Azərbaycanda bütün dini nümayəndələrini, xalqların nümayəndələrini, yəni multikulturalizmə daxil olan bütün elementləri, insan ünsürlərini, antropoloji ünsürləri bir-birinə birləşdirir. Tariximiz olduğumuz kimi bizi gələcəyə də götürən bir bayramdır. Bu mənada Novruzun bizim ictimai həyatımızda rolu hətta mən deyərdim ki, əlahiddə və istisnadır. Yəni, biz Novruz bayramı haqqında danışırıq. Azərbaycanın ölməz şairi Şəhriyar Novruz bayramını Heydər Babaya Salam poemasında çox gözəl boyalarla əks etdirib. Sanki bir rəssam kimi Novruz bayramının təsvirini çəkib. Gəlin birlikdə şairin özünün səsi ilə həmin bəndləri, həmin misraları dinləyək. Bayramıdı, gecə quşu oxurdu, adaxlı qız bəy corabın toxurdu, hər kəs şalın bir bacadan soxurdu, ay nə gözəl qaydadır şal sallamaq, bəy şalına bayramlığın bağlamaq. Şal istədim, mən də evdə ağladım, bir şal alıb tez belimə bağladım, qulam gilə qaçdım, şalı salladım, Fatma xala mənə corab bağladı. Xan nənəmi yada salıb ağladı. Heydər babam Mirzəmmədin bağçası, bağçaların turşa şirin alçası, gəlinlərin düzmələri taxtası, hey düzülər gözlərimin rəfində, xeymə vurar xatirələr səfində. Bayram olub qızıl palçıq əzəllər, naqqış vurub otaqları bəzəllər, taxçalara dizmələri düzəllər. Qız gəlinin fındıqcası, hənası, həvəslənər anası, qaynanası. Bakirçinin sözü, soğu, kağızı, İnəklərin bulanması, ağzı, çərşənbənin girdəkanı, mövzi. Qızlar deyər atılmatır çərşənbə, ayna təkin, bəxtim açır çərşənbə. Yumurtanı göyçək güllüb boyardıq, çaqqışdırıb sınanların soyardıq. Oynamaqdan bir cəməgər doyardıq. Əli mənə yaşıl aşıq verərdi, İrza mənə Novruz gülü dərərdi. Salih müəllim, sizin də Seyfəddin müəllim də çıxışında maraqlı bir cəhət diqqətimi cəlb etdi. Novruz bayramının atəşpərəstlik dini ilə əlaqəsi olmadığını söylədiniz. Hətta bundan daha qədimlərə gedib çıxan köklərə malik olduğunu söylədiniz. Bax, istərdim bu barədə öz fikirlərinizi bir qədər daha dəqiqləşdirəsiniz. Buyurun. Ümumiyyətlə, Novruz bayramı uzun əsrlərdən bəri qeyd olunan bir bayram olduğuna görə geniş bir coğrafi ərazidə qeyd olunduğunu, həmçinin
bir çox dinlərin təsiri olub və yaxud bir çox dinlərə bunun təsiri olub. Xüsusən də bunu çox vaxt zərdüştlüklə əlaqələndirirlər. Bu, çox adamların belə şübhə ilə yanaşdığı və yaxud da ki, tam olaraq anlaya bilmədikləri bir şeydir ki, atəşə sitayiş, atəşpərəstlikdən gəlir. Hətta tonqal da onunla bağlı. Bəli, onunla bağlı. Zərdüştlükdə atəş bir sitayiş simvoludur. Amma qədim türklərdə bu bir təmizləyici ünsürdür. Bunu bir-birindən qarışdırmamaq lazımdır. Digər bir tərəf, Yahudilərdə də bunun qeyd olunduğunu göstərir. Xüsusən Süleyman Peyğəmbərin haqqında olan rəvayətlərin birində göstərilir ki, Süleyman Peyğəmbər bir gün o hakimiyyət simvolu olan üzüyünü itirir və itirdikdən sonra hakimiyyətdən məhrum olur. Bir müddət bunu axtardıqdan sonra həmin o üzük tapıldıqda farslar tərəfindən Novruz Ahməd deyə artıq yeni gün gəldi, yeni bir hakimiyyətin simvolu kimi bu gəldi deyə bir bayram olaraq qeyd olunur. Novruz Zərdüşt dininə aid olan bir bayram deyil. Novruz qədim türklərin xüsusən qeyd elədiyi bir bayram olub. Seyfəddin müəllim qeyd elədi, çox gözəl, milli, yəni Azərbaycanın milli bir bayramı. İndi biz çox vaxt belə bir fikir də ortaya çıxa bilər ki, milli dedikdə bunu tək Azərbaycan qeyd eləmir ki. Bunu Qırğızda, Türkməndə, Türkdə, başqa xalqlar da qeyd edir. Bir çox xalqlar bunu milli çalarlarla özününkiləşdirib qeyd edirlər. Və xüsusən İslam kimliyinə malik Azərbaycan xalqı da İslamla yanaşı uzun əsrlər boyu bu bayramını qeyd edir. Niyə görə? Bu bayram dinə zidd bir bayram deyil. Bu bayramın mahiyyətində insanları birləşdirmə var, insanları gözəl bir əhval-ruhiyyəyə sövq etmə var və dini motivlər baxımından ziddiyyət təşkil etmədiyinə görə İslamla bu bayram uzun əsrlərdən bəri qeyd olunaraq gəlib, bu günümüzə çatmışdır. Bəli. Seyfəddin müəllim, Novruz bayramının Azərbaycan mifologiyasında, Azərbaycan folklorunda hansı izləri vardır? Və ümumiyyətlə Novruzla bağlı hansı bizim milli adət-ənənələrimiz, dəblərimiz vardır ki, xalqımız onları əsrlər boyunca yaşadıb, onların bəziləri indi unudulmaq üzrədir. Bax, onları indi dilçətməyin əslində gözəl bir təşəbbüs olardı bunları söyləmək. Əslində elə mövzunun həm də bir davamı kimi qeyd etmək istərdim ki, ümumiyyətlə Novruzu nə dini dünya görüşdən, nə də dinin elə belə deyək ki, bir qədər materialist yanaşsaq, deyək ki, dindən əvvəlki mifoloji görüşlərdən ayırmaq mümkün deyil. Qədimlərə doğru getdikcə xalqların indi sonraki dövrlərdə ideologiyalar meydana çıxmışdı. Amma ilkin dövrlərdə elə bu bayramlar, bu mərasimlər, bu adətlər, ənənələr hər bir xalqın ideologiyası hesab olunurdu. Bu mənada Novruz bayramının özü ilə bərabər bizim əvvəlki tariximizi, əvvəlki adətlərimizi, ənənələrimizi özündə yaşadır. Salih müəllim də elə doğru qeyd elədi ki, burada məsələ burasındadır ki, İslama ziddiyyətdən söhbət gedir. Yəni, son olaraq Azərbaycan xalqı şimallı, cənublu İslam dinindədir. Onun müxtəlif məzhəblərinə baxmayaraq, onun əsas doktrinasında bu mənada həmişə, xüsusilə bizim dövrümüzdə belə bir söhbət meydana çıxır ki, Novruzu dindən ayırmaq cəhdləri olur. Amma burada unudurlar ki, Sovet dönəmində, xüsusilə 60-cı illərdə və 70-ci illərdə Azərbaycan xalqını sevən, onun adət-ənənələrini unudulmaq istəməyən, çünki bir xalqın adət-ənənəsi yoxdursa, o artıq xalq olmaqdan çıxır. Bunun üçün bizim ziyalılarımız ortaya atırdılar ki, Novruz bayramı dini bayram deyil. Yəni, əslində bunu ona görə deyirdilər ki, Sovet hökumətinin yasaqlarından, dinə, Allaha zidd olan bir ideologiyadan bu Novruz bayramını qorusunlar. Burada bütün hamısı Novruz bayramının tarixini o dövrün ziyalıları bizdən də yaxşı bilirdilər. Sadəcə məqsəd çox ülvi idi. Bu mənada bu günləri bunu belə deyək ki, yumşaq desək, başa düşməməzlikdən irəli gələn, eyni zamanda ateist tərbiyənin məhsulu olaraq bu günlərdə bu xəttə davam edənlər var. Bəzən bu Novruz bayramını belə ki, hansı bir xalqa ayırıb onu, məsələn, ayırmaq istəyirlər. Tutaq ki, məsələn, bu yalnız Azərbaycanlılara məxsusdur, yalnız farslara məxsusdur. Belə qeyri-elmi yanaşmalara, məsələn, biz tuş oluruq. Məsələn, muğamın kökləri bəllidir. Biz bilirik ki, muğamın mənşəyi hardan gəlir və ərəb mədəniyyəti ilə, ən azı ərəb mədəniyyəti ilə, şərq kökü ilə bağlıdır. Amma muğamın Azərbaycanlı boğazında öz zirvəsinə çatdığı da məlumdur. Bunu mən bir mənalı şəkildə qeyd etmək istəyirəm ki, bir xalqa, bir bayramı kənardan gətirmək mümkün deyil. Yəni, siyasi ideologiyaların təsiri altında, məsələn, biz Sovet dönəmində elə bizim yaşımız da ona uyğun gəlir, bir çox bayramları qeyd edirik. Amma sonra öz-özünü unuduldu. Niyə görə? Çünki içəridən, milliliklərə dayanan onun içəridən arxetipi yoxdur. Yəni, bizim ictimai psixologiyada və milli şuurumuzda onun
bizim həyat tərzimizə çevirən onun stereotipləri, davranış qəlibləri yoxdur. Amma Novruz eləcə də bizim və digər bölgənin bütün xalqlarının belə bir həyat tərzidir. Bu mənada Novruz əslində belə bir dinin də öz içərisinə alan, bəzən yenə də öz sözümü kəsib demək istəyirəm ki, İslamın mahiyyətini, üzr istəyirəm, belə bütün genişliyinə, onun belə universal səviyyəsindən dərk etməyənlər unudurlar ki, İslam demək 7-ci əsrdə meydana gəlməsinə baxmayaraq, bəşəriyyətin bütün tarixini özündə ehtiva edən dindir. Və İslam heç vaxt bəşəriyyətin bu cür qardaşlıq bayramını, bu cür bir sevgi bayramını, bu cür birləşmə bayramı ki, Novruz bayramı belə bir bayramdır. İslam belə bir bayrama heç vaxt biganə qala bilməzdi. Ona görə İslam bu bayramı özünün İslamiyyətin tərkibinə aldı və ona yaşamasına elə bir ki, xeyir duasını verdi. Bu mənada əslində bizim Azərbaycan xalqının mənəviyyatında İslam və Novruz qarşıdurması deyilən bir şey yoxdur. Əslində İslam dini necə xalqların adətlərindən qarışıb bir İslamiyyət, yəni İslami bir həyat tərzi yaratdığı kimi, Azərbaycan xalqında uzun müddət bir Novruza əsaslanan minilliklər boyu bir həyat tərzi olub. Və biz onu bir mütəxəssis kimi öyrənirik, etnografiyadan, folklorşünaslıqdan, bizim həyat tərzimizə baxanda bir şey qeyd etməliyik ki, Novruz bizim xalq təqviminin tərkib hissəsidir. Novruz axırıncı bir ay ki yoxdur, boz ayın tərkib hissəsidir. Ondan əvvəl, demək, kiçik çillə var, ondan əvvəl böyük çillə var və bizim əslində bir ilə əhatə edən bir təqvimimiz var ki, o təqvimin bütün mərkəzi nöqtəsi, sakral nöqtəsi, müqəddəs nöqtəsi Novruzdur. Ona görə əslində Novruzun adətləri, ənənələrini, Azərbaycan xalqının ümumiyyətlə Xıdır Əlləzdən tutmuş bütün digər adət-ənənələrini Novruz təqvimindən və Novruzdan kənarda təsəvvür etmək mümkün deyil. Azərbaycan xalqının çərşənbələri, xüsusilə məsələn, indi çox yaxşı bir ənənə də meydana gəlib. O çərşənbə, su çərşənbə ki, o ab, ataş, Xakibat nəzəriyyəsi ilə, o fəlsəfi təlimi ilə bağlıdır. O çərşənbələrin qeyd olunması, xalqın su üstünə getməsi, elə bil ki, Novruz bayramının adətlərinin gözəlliyi nədədir? İnsanı, onu yaşadan, ona nemət verən, nəfəs verən, onun bütün maddi və mənəvi varlığını yaradan təbiətdən ayrı düşməyə imkan vermir. Suyu sevdirir, ağacı sevdirir, torpağı sevdirir, odu sevdirir və bütün bunların ünsürlərindən əmələ gələn bütün canlıları sevdirir. Bax, Novruz adət-ənənələrinin mahiyyəti bundadır. Sual-cavab rubrikamızın vaxtı gəlib çatdı. Biz tamaşaçılarımızı maraqlandıran suallardan birini ənənəmizə uyğun olaraq dini ekspertimizi ünvanlayıb ondan cavab istəmişik. Gəlin birlikdə sual-cavab rubrikasının bugünkü buraxılışını izləyək. Bir çoxumuzun önəmli problemlərindən biri namaz əsnasında fikir dağınıklığının qarşısını almaq üçün dində göstərilən yol nədir? Bugün bu suala cavab verməyə çalışacağıq. Namaz bir insanın varlığının haqqa ibadətidir, qəlbin haqqa ibadətidir. Namaz qılan insan ilk öncə təkbirətül ehramla namaza başlayır. Bu deməkdir ki, Allahım səndən başqa hər hansı bir şey haqqında düşünəcəmsə mənə haram olsun deyir. Çünki namaz bir səfərdir, meyraca olan bir səfərdir. Namaza duran insanın qəlbi tir-tir əsməli, ruhunda bir sarsıntı əmələ gəlməli. Gerçək mənasıyla o insan dünya həyatından tamamilə sıyrılıb, dünyanın bütün istibdadlarından, məşəqqətlərindən Xaliq-i Zülcəlalın divanına, hüzuruna getdiyini anlamalıdır. Bu yola gedən, bu səfərə çıxan bir insanın qayıdıb da dünya işləri ilə məşğul olması gerçəkdən mümkün deyil. Amma bəzən olur dünya məşğuliyyətindən dolayı insanlar dünya ilə məşğul olur. Namaza durur, amma bədəni haqqın hüzurunda, düşüncə başqa yerdə, fikir başqa yerdə, hiss başqa yerdə. İnsanın namaza durduğu zaman bütün içi və qəlbi ilə Rəbbə sığınması, bütün istiğfarı ilə, tövbəsi ilə oxuduğu ayələrin içərisindəki o sətirlərin məna vadilərinə, hikmət dağlarına yönəlməli. Hər oxuduğu ayədə, hər oxuduğu surədə o biraz da Rəbbə yaxınlaşma şuuru ilə onu ifadə və o tilavət etməyə çalışmalıdır. Təbii ki, belə zaman qıldığımız namaz böyük bir hədiyyə olacaq, miracda çıxmış olacaq, Rəbbimiz tərəfindən qəbul görülmüş namazlar sırasına daxil olacaq.
Verilişimizin sonuna yaxın Azərbaycan cəmiyyəti üçün son illərdə aktuallaşmış bir mövzu barədə sizlərə müraciət etmək istərdim. Əslində belə bir çağırışlar, belə bir fikirlər keçmiş zamanlarda da olub, lakin onlar İslam pərdəsi altında müsəlman olduğunu iddia edən şəxslər tərəfindən irəli sürülməmişdi. Başqa bir ideologiyanın ardıcıları tərəfindən irəli sürülmüşdü. Lakin çox təəssüf ki, son zamanlarda müsəlman adlananlar belə, özlərini müsəlman adlandıranlar, amma öz milli kökündən ayrı düşmüş şəxslər Novruz bayramına qarşı həqiqi bir hücuma keçirlər. Novruz bayramının bir çox adət-ənənələrini, ümumiyyətlə bu bayramın mahiyyətini və onun bəzi adət-ənənələrini, məsələn, tonqalın üzərindən atlanmaq adət-ənənəsini, qulaq falına çıxmaq adət-ənənəsini və s. bir batil, İslamdan kənar, bir şirk adlandırırlar. Və Novruz bayramının ümumiyyətlə İslama tamamilə zidd olduğunu, taban-tabana zidd olduğunu, bunu qeyd edən şəxsin müşrik, kafir olduğuna belə hökm vermək səviyyəsinə gəlib çatırlar. Mən istərdim bu məsələyə siz münasibətinizi bildirəsiniz. Sizdən başlayaq, buyurun. Ümumiyyətlə, necə ki, seri dövründə Novruz bayramına qarşı bir qısqanclıq, onu ortadan qaldırmaq istəyən bir ideologiya mövcud idi. Bugün Novruza qarşı eyni mövqedə duran adamların da o keçmiş Sovet rejimindəki insanlardan daha fərqli bir tip olaraq ortaya çıxdığının şahidi oluruq. Milli mənəvi dəyərlərimizdir bunlar. Dinimiz olmasa da milli xüsusiyyətlərimizi özündə əks etdirən bir bayramdır bu bayram. İslam'a zidd bir bayram deyil. Bunu bidət adlandırıb, bunu müşrikliklə ittiham edib insanları, qeyd edən insanları belə bir iddia irəli sürmək, bu İslam'a xidmət deyil. Bu İslam'a düşmənçilikdir. Bu bizi kökümüzdən qopartmaqdır. Fikir verin, bugün keçmiş Mesopotamiya ərazisində mövcud olan tarixi abidələri görüntülərdə necə məhv edirlər? Bu keçmişdən, kökdən insanları qopartıb belə bir səviyyəyə gətirib çıxartmaq, keçmişi olmayan bir hala gətirmək nə dərəcədə düzdür? Keçmişi olmayanın gələcəyi də olmaz. Bu cür bir iddia ilə çıxış edənlər ən azından özü qeyd eləmir, eləməsin. Amma xalqın adına niyə hökm edir? İnsanlarımızdan soruşsaq, bir sosiolojidə yaparsaq ki, nə qədər insan bunun tərəfdarıdır, faiz nisbətində nə qədər bunun tərəfində olacaq? 3-5 adamın, müəyyən bir qrupun dediyi ilə biz belə asanlıqla bu bizim bayram deyil, yox, yaxşı deyil, qeyd eləmək lazım deyil deyə bir yanaşma ilə nə dərəcədə biz bu doğru bir addım atmış olarıq. Bu səbəbdən də o cür adamların dediyinə əhəmiyyət verməmək, təbii ki, qarşı durma da yaratmağa ehtiyac yoxdur. Qəbul eləmirsən, eləmə. Amma bu mənim milli bayramımdır. Necə ki, Novruz bayramı bizim dövlətçiligimizlə bağlı bir çox bayramlar var. Onda onların da xətt çəkək üstündən ki, yox, bu bizə lazım deyil. Bizim müstəqilliyimiz olmasa, öz vətənimiz olmasa, öz dinimizi azad bir şəkildə harada ibadət eləyə bilərik? O adamlar ki, bu cür Novruza qarşı iddia edirlər, vətənpərvərlik mövzusunda, milli, dövlətçilik mövzusunda hansı bir addım atıblar? Dövlətə, millətə, vətənə xidmətdə hansı addım atıblar? Bunların bu cür yanaşmasını mən qəti deyirəm, bəlkə də fikrim daha sərt görünə bilər, qətiyyən düzgün deyil. Bu cür adamlara etimad göstərməmək lazımdır. Qoy öz hökmlərini özlərinə aid eləsinlər, başqasına aid eləməsinlər. Mən bu fürsətdən istifadə edib xalqımızı bu mübarək bayram münasibəti ilə təbrik edirəm. Onlara can sağlığı, işlərində müvəffəq olmağını, fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram. Novruz bayramınız mübarək olsun deyirəm. Bəli. Siz həqiqətən Salih müəllim gözəl bir məqama toxundunuz ki, Novruz bayramı 3-5 nəfərin bir qrupun apardığı təbliğatla aradan gedə bilən bir bayram deyil. Bu bayram tarixdə özünü təsdiq etmiş, tarixin yaddaşında qalmış və xalqın həyatında özünü təsdiq edib qalmış bir bayramdır. Səvət müəllim, bu barədə sizin fikirlərinizi eşitdik, buyurun. Mən fikirlərimi qısa şəkildə belə bildirmək istəyirəm ki, ümumiyyətlə İslam dini və Novruz konseptual olaraq heç vaxt bir-birinə zidd ola bilməz. Həmişə vurğulamışam, yenə də demək istəyirəm ki, İslam dini risalət hadisəsi olaraq 7-ci əsrdən başlansa da, İslam son risalətdir. İslam bəşəriyyətin, bax bu ana qədər və bundan sonra da bizim bilmədiyimiz o limit ki, ilahi limit müəyyənləşdirilib, bütün bu mədəniyyət, bütün bu yazı olaraq İslamda var. Bu mənada əslində İslamın özünə qədər, tarixi İslamla başlayanlara üst tutub demək istəyirəm ki, İslamın özünə qədər söhbət tarix kimindir? Bəyəm Allahın iradəsindən ümumiyyətlə kənarda bir insan, bir varlıq, bir hadisə ola bilərdimi? Bu mənada əslində
İslam Allahın bəyəndiyi bir adabdır və ədəbdir. Bir yaşam modelidir ki, İslama qədər, yəni insan şuuru inkişaf edib, son risaləti qəbul edənə qədər xalqların belə bir Allahın bəyəndiyi bir yaşam modelidir ki, ümumiyyətlə bilmək lazımdır ki, mahiyyətində insana, təbiətə və Allaha sevgi duran hər hansı bir hadisə Allah tərəfindən bəyəndir. Bu məsələnin birinci tərəfi. İkincisi, İslam bir ailə sevgisini təbliğ edən bir dindir. Yəni, İslamda olmaq, elə bil ki, ailədə olmaq deməkdir. İslam ailəni, ailə daxilindəki sevgini cəmiyyətin təməli sayır. Novruz bayramında, axır çərşənbənin demək qaydasına görə hamı bir yerdə olmalıdır. Bu bir. Demək, Novruz bayramı bir cəmiyyəti ilk növbədə ailə daxilində sevgi yaratmaqla bir-birinə bağlayır. Ondan sonra İslama görə bunu ilahiyyatçılar olaraq siz məndən daha gözəl bilirsiniz ki, qonşuluq haqqı deyilən bir şey var. Bu özdə ən böyük haqqıdır. Hətta qohumluq haqqından da üstün tutulan bir hadisədir. Əgər səhv eləmirəmsə, İslama görə hökmən sən Novruz bayramında qonşunla barışmalısan. Novruz bayramına yeni ilə, axır çərşənbə günü yeni ilə qonşularla küslü getmək olmaz. Demək, eyni zamanda Novruz bayramı elə İslam adabına uyğun olaraq evimizdən çıxıb bizi qonşumuzla da bir-birinə bağlayır. Digər tərəfdən, mənsub olduğun cəmiyyət daxilində bizim küslü olduğumuz insanlar olur. Demək, bu mənsub olduğumuz ictimai mühitdə o küslülüyü rədd edilir Novruz bayramı. Hökmən sən barışmalısan. Özünün buna gücün çatmırsa, ağsaqqalların vasitəsilə demək, barışmalısan. Demək, Novruz həm də demək, əvvəlcə ailəni, sonra qonşuları, sonra mənsub olduğun, bax, bu cəmiyyəti bir-birinə bağlayan bir modeldir. Cəmiyyətin birini təmin edən bir modeldir. Ümumiyyətlə də, qədimdən də bildiyimiz kimi, Novruz bayramında, axır çərşənbədə İslam regionunda ölkələr, xalqlar bir-birinə müharibə eləməzdilər. Demək, əslində Novruz bayramı təkcə bax, insanları, ailələri, xalqları, cəmiyyətləri bir-birindən birləşdirir. Bundan əlavə, Novruz bayramı həm də ümumiyyətlə Allahın bəyəndiyi o ki, Allah Teala ki, biz deyirik ki, səmavi dinlər deyirik. Məsələn, fərz eləyək, Yahudilik də, Xristiyanlıq da, İslam dini də Allahın göndərdiyi o risalətin mərhələləridir. Və buna görə biz o bütün peyğəmbərləri öz peyğəmbərlərimiz olaraq qəbul edirik. Mən sizə inandırım ki, Azərbaycanda yaşayan ruslar Novruz bayramını demək, gözləyirdilər. Yaxud, məsələn, mən Gürcüstanda Azərbaycanlıların yaşadığı, demək, bölgələrdə Novruz bayramı ilə bağlı elə bir ki, ekspedisiyada olarkən orada çox maraqlı məsələlər danışırlar ki, Azərbaycanlılar hökmən Novruz bayramında Gürcüləri dəvət edərdilər. Və bu bir sevgi bayramına dönərdi. Gürcülər də bizim Novruz bayramını gözləyirdilər ki, Azərbaycanlılar belə bol süfrə olacaq, belə gözəl məclislər olaraq biz bu bayramda iştirak edəcəyik. Demək, əslində Novruz bayramının, baxın, bir dərindən fikir verək. Görək ki, Novruz bayramında insana, cəmiyyətə belə bir zidd olan bir şey varmı? Bax, elə təsadüfi deyildi ki, biz bilirik ki, məsələn, Birləşmiş Millətlər Təşkilatında söz sahibi olan xristianlardır. Yəni, xristian xalqlardır. Amma bununla bərabər, baxın, görün ki, Novruz bayramını çox asanlıqla orada bir bayram kimi qəbul edirlər. Niyə görə? Çünki bu narahat dünyamızda müharibələrin artdığı, gərginliklərin artdığı, şeytanın get-gedə öz rolunun qüvvətləndiyi bir dövrdə Novruz bayramı baxdılar, gördülər ki, ən azı Avrasiyanı bir-birinə bağlayan, Avrasiya xalqları arasında sabitlik və sülh yaradan bir modeldir. Novruz bayramında pis bir şey axtaran, onu İslama zidd hesab eləyənlərin İslama qarşı nə cür bir anti-bəşəri, anti-humanist bir eybəcərlik qoyduğunu ortaya gördük və bütün İslam adına bizi bütün dünyada necə bir bihabır elədilər. Yəni, İslam olaraq biz istər-istəməz İslam hərəkətlər, hamısı İslam adına edildiyi üçün biz başqa bir xalqların yanında bu cür bir gözəl bir dini biz terror dini deyil deyə sübut etmək məcburiyyətində qalmışıq. Bu mənada biraz belə təkcə bu gözlərimizi yox təmizləməlidir. Qəlbimizi biraz silək təmizləyək. Onda bax biz görəcəyik ki, onun altından məhəbbət çıxacaq ki, elə İslam da məhəbbət deməkdir. İslam sevgi deməkdir. İslamı bu kontekstdən yanaşsalar, onda Novruzu can edildən sevəcəklər. Çox sağ olun, yeri gəlmişkən sizi və sizin simanızda bütün tamaşaçıları da bu bayram münasibətilə təbrik edirəm. Sağ olun, təşəkkür edirik. Nə qədər ki, həyat var, nə qədər ki, təbiət var, Novruz bir bayram kimi qəbul edilib və ediləcək. Bu əziz bayram günlərində ən səmimi arzularımı tamaşaçılarımıza, Azərbaycan xalqına ünvanlamaq istərdim. Sizlərin hər birinizə uzun ömür, can sağlığı, bol ruzi bərəkət, uğurlar, Allahın razılığını arzu edirəm. Və Azərbaycan xalqının ən mühüm problemlərindən biri olan
Qarabağ adlı ağrılı, dərdli problemimizin həll olmasını Allah Taala'dan diləyirəm. Allah amanında.